İnsanın ən çox ağladığı yer budur. Ədalətsizlik. Və ayrı-ayrı adamlar özlərinə səadət quranda mütləq düşünsünlər ki, kimlərinsə səadətə gedən yolunu qapatmırlarmı? Allah insanı elə yaradıb ki, onun ürəyi ədalətə qarşı çox həssasdır. Ədalət görüncə ürəyi çiçəklənməyə başlayır, ədalətsizlik görüncə solmağa başlayır. Ədalət göydən gəlməyəcək. Ədaləti həmişə işıqlı insanlar yaradırlar yer üzündə. Bunun üçün mən həmişə deyirəm ki, Allah yer üzündə 2 dənə günəş yaradıbdır. Biri göydəkidir, fiziki günəşdir. İkinci günəş o gizlidir, o insanların ürəyidir. İnsanların ürəkləri maariflənib, sözün yaxşı mənasında, nurlanmalıdır və yer üzünü də işıqlandırmalıdır.